Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların aprelin 10-da ödənilməsi nəzərdə tutulub. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ayda qrafik üzrə ödəniləcək. Qeyd edək ki, bölgələr üzrə pensiyalar haqqında məlumat hələ ki açıqlanmayıb. Açıqlandıqda mütləq sizinlə paylaşacağam. Dəyərli izləyicilərimiz, artıq bu səhifədə mən uzun müddətdir ki, Arıçı Vidadinin bal məhsulları haqqında məlumat paylaşıram. Və videoların şərh bölmələrində heç bir zaman bu bal məhsullarından narazılıq ifadə edən hər hansı bir fikrə rast gəlməmişəm. Bu bal məhsullarını təkcə izləyicilərimiz yox, eyni zamanda mənim öz yaxın ətrafım, yəni qohumum, ailəm də hər zaman istifadə edir, özüm də sifariş edirəm, hər zaman da razı qalmışıq. Yəni onu demək istəyirəm ki, heç vaxt özümü yoxlamadığım və təbiiliyinə, keyfiyyətinə əmin olmadığım hər hansı bir məhsulu mən heç zaman məlumat olaraq paylaşmaram. Bu onu deməyə əsas verir ki, artıq uzun müddətdir Arıçı Vidadinin bal məhsulları haqqında ancaq müsbət rəylər eşidirəm və siz də sifariş etməmisinizsə mütləq şəkildə zəng edin. İndi təbii bal tapmaq çox çətin məsələdir, amma Arıçı Vidadinin bal məhsullarına əmin ola bilərsiniz. 051 546 39 39 nömrəsinə zəng edin. Arıçı Vidadi şəxsən özü cavab verəcək və istədiyiniz bal məhsulunu sifariş edə bilərsiniz. Yəni istədiyiniz bal məhsulu dedikdə mən nəyi nəzərdə tuturam? Söhbət təkcə baldan getmir. Burada arı südü var, sonra propolis var ki, məsələn dərman kimi istifadə etmək üçün insanlar axtarırlar. Şan və digər bal məhsullarını əldə edə bilərsiniz. Onu da bildirək ki, bölgələrimizə, yəni bütün bölgələrimizə, Azərbaycanın ərazilərində mövcud olan bütün bölgələrimizə də çatdırılma pulsuzdur.